İndi isə 9-cu sinif 27 aprel buraxılış imtahanının short tekstlərinə və böyük mətninə baxacağıq. 5 ilə başlayırıq. Dear Kathleen, hi, how is it going? First of all, thank you for the birthday card with your warm wishes. İlk öncə təşəkkür edirəm öz göndərdiyin karta və xoş arzuların üçün. That's so nice of you. I am organizing a little party for my birthday this Friday. Bu cümə günü mən ad günü şənliyi təşkil edirəm. Bu çox böyük olmayacaq. Only a few of my best and closest friends. Yəni ən yaxşı və ən yaxın dostlarım olacaq orada. Və onlar dəvətlidir. We are going to have the party at my cousin's house. Bu şənliyi əmimgilin evində qeyd edəcəyik, keçirəcəyik. I will be happy to see you there. Love, Mary. Səni orada görməyimə şadam, görəcəyimə şadam və sevgilərlə Mary. Deməli, kimin adı günü olacaq? Məktubu yazan kimdir? Mary'dir. Kimə yazıb? Kathleen-ə yazıb və Kathleen-i əmsigillə keçirilən ad gününə dəvət edir. Orada çox adam olmayacaq, sadəcə ən yaxın dostları olacaq. Və Kathleen də bundan əvvəl ona birthday məktubu göndərib və xoş arzular diləyib, onun üçün də təşəkkürlər edirdi. İndi baxırıq A variantında. Kathleen is celebrating her birthday this Friday. Kathleen deyir ad gününü keçirir. Xeyr, Kathleen yox, Mary'nin ad günü idi. A variantı yanlışdır. B variantına baxırıq. Kathleen is sorry for not taking part at Mary's birthday party. Kathleen çox kədərlənib ki, Mary'nin ad günü şənliyində iştirak edə bilmir. Bu da doğru deyil. Daha sonra üzərlərindən xətt çəkirik. Mary wants only Kathleen. Yalnız Kathleen istəyir ki, ad günündə iştirak etsin. Amma nə demişdi? Closest friends demişdi. Yaxın dostları və best and closest friends. Ən yaxşı və ən yaxın dostları dəvətlidir. Deməli, C variantı da yanlışdır. D variantına baxırıq. Mary fikirləşir ki, Mary daha doğrusu təşəkkür edir Kathleen-ə ona xoş arzularına görə. Və D variantı da doğrudur. Belə bir söz cümlənin əvvəlində var idi. Thank you for the birthday card and wishes. Bax, bu doğru cümlədir. Y variantında isə Mary asks for Kathleen's help. Kathleen-dən yardım istəyir Mary. Bu isə yanlışdır. 6-cı short tekstimizə baxırıq. Buy our new healthy sweets. Bizim yeni sağlam konfetlərimizi, şirinlərimizi alın. Onların tərkibində less sugar, az şəkər var. Hər kəs üçün, perfect for everyone, hər kəs üçün mükəmməldir. Sonra buy one and get another for one for free. Birini alın və digərini pulsuz əldə edin. Sonra don't be late to visit our place for these tasty sweets. Gecikməyin bu dadlı şirinləri almaqdan ötürü. A variantına baxırıq. Sweets will be for free if a person visits. Deyir, əgər bir şəxs ora baş çəksə, sweet şirinlər pulsuz olacaq. Xeyr, ikinci şirinini alsaydı pulsuz olacaqdı. B variantına baxırıq. The sweets in this place are not good for everyone. Amma are perfect for everyone demişdi. Ona görə B variantı da yanlışdır. C variantına baxırıq. All healthy sweets are for free. Bütün deyir bu sağlam şirinlər, bütün hamısı pulsuzdur, amma xeyr, ikincisini alanda pulsuz olacaqdır. D variantında second sweet becomes cheaper. İkinci şirini ucuz gəlir, cheaper deyir. Cheaper yox, free olacaqdır. Yəni o daha ucuz yox, pulsuz olacaqdır. D variantı da yanlışdır. Y variantına baxırıq. The new sweets don't contain much sugar. Bax, bu variant düzgündür. Yəni bu yeni şirinlər çox şəkər, bu yeni şirinlərin tərkibində çox şəkər olmayacaq. Burada less sugar demişdi. Ona görə Y variantı doğrudur. Keçirik növbəti 7-ci testimizə. Dear Mom and Dad, Əziz anam və atam, I feel very excited because in a week I will be with you again for a whole day. Çox həyəcanlıyam, bir həftə içində sizinlə olacağam. Mən Londondakı işimdən çox zövq aldım. Mənim şagirdlərim, hamısı mənim tələbələrim, şagirdlərim hamısı çox mənə qarşı mehriban idilər.
Sonra bəzələ bu cümə günü, cümə səhəri çatacam. Məni stationda, stansiyada qarşılaya bilərsinizmi? Çoxlu yüküm olacaq. Sevgi və ən xoş arzularımla. Kim yazıb? Frida yazıb bunları. Kimə yazıb? Atasına və anasına yazıb. Bir həftə içərisində isə Bazildə olacaq. Daha doğrusu bu cümə günü Bazildə olacaq. A variantına baxırıq. Frida'nın valideynləri çox həyəcanlıdır. Xeyr, özü çox həyəcanlı idi. B variantına baxırıq. Frida wants her family to meet her students. Frida istəyir ki, valideynləri onun şagirdlərini, tələbələrini qarşılasınlar. Bu da yanlış idi. Görüşsünlər onunla. C variantına baxırıq. Frida asks her parents to meet her at the station. İstəyir ki, valideynləri onu stansiyada qarşılasınlar. C variantı tamamilə doğrudur. D variantına baxırıq. Frida'nın valideynləri Bazilə gedir. Öz qızları üçün, qızlarla birlikdə olmaq üçün. Xeyr, Frida gələcəkdir ora. Sonra Y variantına baxırıq. Frida will arrive in Basel with her students. Öz şagirdləri ilə gələcəkdir, dostları ilə, tələbələri ilə gələcəkdir. Bu isə yanlışdır. Düzgün cavab 7-də isə C variantı idi. Daha sonra isə mətnimizə nəzər salırıq. Africa is home to one of the most famous tribes, the Masai. Afrika məşhur qəbilələrdən Masai qəbiləsinə ev sahibliyi edir. Onlar unique customs, yəni təkrar olunmaz, özünə məxsus adətləri ilə tanınırlar. Masai adı, deməli, Masai adı o deməkdir ki, the one who speaks the Ma language. Ma dilində danışan şəxs deməkdir. The Masai people travel a lot. Bu Masai xalqı çoxluca səyahət edir. Moving one place to another in groups. Bir yerdən digərlərinə qruplar şəklində gedirlər. Evlərini inşa edirlər. Deməli, so they build house which can be constructed in a new place easily. Yeni bir yerdə asanlıqla evlərini inşa edə bilirlər. Masai evləri palçıqdan və ağac budaqlarından tikilir. Evin yuxarısı isə, təpə hissəsi isə qraz, otdan tikilir, hazırlanır. Bu işi yerinə yetirmək, yəni evi tikmək isə Masai qadınlarının işidir, yəni qadınların öhdəliyindədir. Sonra ikinci paragrafımıza keçirik. The most famous Masai dance, ən məşhur Masai rəqsi isə Adumu rəqsidir. Bu rəqsdə gənc kişilər iştirak edirlər. Bu rəqsi ifa edirlər. Onlar daha yüksəyə, mümkün qədər yüksəyə tullanmağa çalışırlar. Nəyə görə? Bu onların strengths, gücünü bildirir. Güclü olduqlarını bildirir. Nə qədər yuxarı tullansalar, onların güclü olduqlarını bildirir. Üçüncü paragrafda isə Masai children are not named when they are born. Masai uşaqlarına doğularkən ad verilmir. 3 ay onlara ad verilmək 3 ay vaxt alır. Bu müddətdə, bu zaman ərzində isə ana uşağı ilə birlikdə yalnız qalır, tək qalır. Bu müddət ərzində uşağın saçı uzanır. Sonra isə a special event is held. Xüsusi bir bayram, hadisə, tədbir keçirilir. Bu tədbir nəticəsində uşağa ad verilir. Və uşağın saçları kəsilir. Bu isə nəyi göstərir? Beginning of his life. Uşağın saçının kəsilməyi isə onun həyatının başlanğıcını göstərir cəmiyyətdə. Bu, yəni qəbilədə, bu cəmiyyətdə onun həyatının başlanğıcını göstərir. Daha sonra all of these customs make the Masai tribe interesting for the world. Bütün bu adətlər isə Masai qəbiləsini dünyaya maraqlı tanıdır. Maraqlı edir. 8-ə baxırıq. Deməli, 8-də nə istəyir? Why is that baby's hair cut after 3 months? Nəyə görə 3 aydan sonra uşağın saçları kəsilirdi? Deməli, yuxarıda çəkmişdik adını. Bu, onun qəbilədə həyatının başlanğıcını göstərirdi. Baxırıq. A variantında deyir ki, pis ruhları kənarlaşdırır.
B variantında deyir ki, qəbilədə həyatının başlanğıcını göstərir. B variantı doğrudur. C variantında isə gələcəkdə varlı olduğuna işarədir. D variantında bu bölgədə istidən qoruyur uşaqları. Bu variantlar da yanlışdır. Və Y variantında isə uşağı sağlam edir. Bu da düzgün deyildi. 8-də düzgün cavab B variantı idi. Yəni həmin cəmiyyətdə onun həyatının başlanğıcını göstərirdi. 9-cu sualda bizdən false, yanlış istəyir. A variantına baxırıq. Deməli, A variantında Maasai tribe attracts the world's attention because of its interesting traditions. Bütün dünyanın diqqətini özünə cəlb edir maraqlı adət-ənənələrinə görə. A variantı düzgün idi, amma bizə yanlış lazımdır. B variantında building traditional houses Maasai qadınların deyir öhdəliyindədir bu ənənəvi evləri tikmək. B variantı da doğru idi. C variantına baxırıq. The Maasai is a group of people who live in one place till the end. Həyatlarının sonlarına kimi bir yerdə yaşayırlar bu xalq, bu qəbilə. Bu da yanlış idi, köçəri xalq idi. D variantına baxırıq. Evlər made of, daha doğrusu C variantı ilə doğru idi. Bizə yanlış istəyir, ona görə C variantı doğru kimi götürürük. D variantında isə Maasai evləri palçıqdan, ağac budaqlarından, otdan ibarətdir. D variantı doğru olduğuna görə çıxırıq, bizə yanlış lazımdır. Y variantında isə Maasai, bu ad Maasai adı. 10-cu suala keçid alırıq. 10-cu sualda bizdən nə istəyir? Maasai kişiləri daha hündürə tullanırdılar rəqs edərkən. Nəyə görə hündürə tullanırdılar? Biz demişdik artıq onu, çünki güclərini göstərirdi, daha güclü olduqlarını göstərirdi. A-da deyir turistlərin diqqətini cəlb edirdi. B variantı doğrudur, güclü olduqlarını göstərirdi. C variantında qəbilənin başçısı olmaq istəyirdilər. D variantında pul qazanmaq istəyirdilər. Y variantında isə düşmənlərini qorxutmaq istəyirdilər. Düzgün cavab B variantı idi. 11-ə baxırıq. What is the passage meaning about? Mətn nə haqqındaydı? Ümumilikdə nə haqqındaydı? Afrikada məşhur bir qəbilə, Maasai qəbiləsi haqqındaydı. İndi baxaq variantlara. The hair of a child. Maasai qəbiləsində olan uşağın saçı. B variantında dünyada qədim adət-ənənələr. C variantında Maasai kişilərinin rəqsi. D variantında Maasai qəbiləsində qadınların həyatı. Y variantında isə Afrikada tanınmış qəbilə. Y variantı tamamilə doğru idi. Və sonuncu 12-ci suala baxırıq mətnimizin. Düzgün istəyir bizdən, true, düzgün istəyir. Birə baxırıq, Maasai can construct their house in different places easily. Müxtəlif yerlərdə bu qəbilə asanlıqla ev tikə bilirdilər. Bir, doğrudur. 2-yə baxırıq, Maasai xalqı, Maasai people named their children, uşaqlarına ad verirdi doğulanda. Doğulanda yox, 3 ay sonra ad verirdi. 3-ə baxırıq, Adumu tanınmış Maasai rəqsidir. Bu da düzgündür, 1-3 düzgündür. D variantına baxırıq. Maasai anası və yeni doğulan uşaq birlikdə, digərləri ilə birlikdə yaşayırdı. Amma xeyr, yalnız yaşayırdı. Ona görə 4-də yanlışdır. 12-də isə düzgün cavabımız 1 və 3 idi.